Süleymanın məsəlləri 22-ci fəsil. Yaxşı ad böyük sərvətdən, lütfkarlıqsa qızıl gümüşdən üstündür. Zəngin və yoxsul insan bir şeydə bir-birinə bənzəyir. Hər ikisini yaradan Rəbdir. Uzaq görən qabaqcadan şəri görüb ondan qaçar. Cahil isə irəli çıxar, ziyan tapar. İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi sərvət, şərəf, həyatdır. Əyri yol tikanlıdır, orada tələlər var. Canını qoruyan bundan uzaqlaşar. Uşağa tərbiyə ver ki, layiqli yol tutsun. O qocalanda da bu yoldan dönməz. Zəngin yoxsulun ağası olar, borclu adam borc verənə qul olar. Haqsızlıq əkən şər biçər, onun qəzəbinin dəyənəyi məhv edilər. Əl açıq bərəkət qazanar, çünki çörəyindən kasıba paylar. Rişxəndçi adamı qovsan, münaqişə qutarar. Çəkişmə, şərəfsizlik sona çatar. Ürək təmizliyini sevən, dilindən lütfkar sözlər tökülən padşahın dostudur. Rəbbin gözləri biliyi qoruyar. Hainin sözlərini isə boşa çıxarar. Tənbəl deyər, bayırda aslan var, küçəyə çıxsam məni parçalar. Əxlaqsız qadının ağzı dərin çuxura oxşar. Rəbbin lənətinə gələn ora yıxılar. Səfehlik uşağın qəlbindən yapışar. Kötəklə tənbih ediləndə bu ondan uzaqlaşar. Varlanmaq üçün kasıba zülm eləyən, zəngin adama verən ehtiyaca düşər. Hikmətlilərin sözləri. Qulağını aç, hikmətlilərin sözlərini eşit. Ürəyini mənim biliyimə ver. Onları sinənə doldursan, onların hamısını dilinə salsan, yaxşı olar. Rəbbə güvənəsən deyə, bugün bunları sənə bildirirəm. Sənə nəsiyyətlə, biliklə dolu əla məsələlər yazmamışammı? Qoy bunlar haq sözün həqiqətini sənə bildirsinlər ki, hara səni göndərsələr, düz məlumat gətirəsən. Kasıbı fəqir olduğu üçün soyma. Darvazada məzlumu zülmə salma. Çünki onların münaqişəsinə Rəbb baxar. Onları soyanları soyub talayar. Tez qəzəblənənə yoldaş olma. Kəm hövsələ ilə yola çıxma. Yoxsa onun yollarına alışarsan, canını tələyə salarsan. Başqalarının borclarına zamin durmaqdan, belə işə əl atmaqdan çəkin. Ödəməyə pulun olmasa, altından yatağını apararlar. Ata-babalarından qalan qədim sərhəd daşının yerini dəyişmə. İşində mahir olanı görürsənmi? Sıravi adamların deyil, şahların hüzurunda dayanar.